Bəhsən ən gözəl sənət əsərləri görünməz əllər tərəfindən yaradılır və yalnız sevgi ilə baxan gözlər onları görə bilir. Bir zamanlarda uzaq bir ölkədə gözəl bir bağçası olan kiçik bir kənd vardı. Bu bağçada hər cür çiçək əkilmişdi. Qızıl güllər, lalələr, nərgizlər. Amma bir gün kəndlilər təəccüblə gördülər ki, çiçəklər heç kim onları qulluq etmədən, onlara toxunmadan hər səhər daha da gözəlləşir, rəngləri daha da parlaq olur. Sanki gizli bir rəssam hər gecə gəlib onları yenə bir can verirmiş. Kəndlilər çox maraqlanırdılar. Bu kim ola bilər deyə düşünür, qeyri-adi fikirlər söyləyirdilər. Bəziləri meşədən gələn bir pəri, bəziləri isə bunun sehirli bir varlıq olduğunu düşünürdü. Bir gün kəndin ən ağıllı uşağı olan balaca Əli bu sirri açmağa qərar verir. O gecəni bağçada keçirməyə və gizli rəssamı tapmağa söz verdi. Gün batdı, hər yer qaranlığa qərq oldu. Balaca Əli ən sevdiyi qızıl kolunun yanında gizləndi və səssizcə gözlədi. Bir neçə saat keçdi. Birdən ayın işığı altında balaca, şəffaf bir varlıq ortaya çıxdı. Amma onun kimliyi tam məlum deyildi. Gözləri görünməyən bir işıq kimi parlayır. Əlində fırça ilə çiçəklərə toxunduqca onlar rəngarəng şölələrə boyanır, yeni bir həyat qazanırdı. Balaca Əli bu sirli varlığın kim olduğunu anlamadan, onun hərəkətlərini heyranlıqla izləyirdi. Birdən onun kənarında su damlalarının yumşaq pərdə kimi asıldığını gördü. O an başa düşdü ki, bu bir su pərisidir. Lakin bu pəri nə zamandan bəri buradaydı? O nə vaxtdan bəri bu bağçanı qoruyurdu? Balaca Əli cürət edib ona yaxınlaşdı və astaca soruşdu. Sən kimsən? Niyə bu bağçaya bu qədər qayğı göstərirsən? Su pərisi əvvəlcə qorxdu, amma sonra balaca Əlinin səmimi olduğunu hiss edib ona gülümsədi. Bilirsən, bu bağça bir vaxtlar mənim evim idi deyə pəri kövrəldi. 1000 illər əvvəl burada bir böyük göl vardı. Mən o gölün su pərisi idim. Amma illər keçdikcə insanlar gölü doldurdular, torpağa çevirdilər və burada bu bağça yarandı. Amma bu bağça sadəcə torpaqdan ibarət deyil. O bir vaxtlar burada axan suların ruhunu daşıyır. Ona görə mən hər gecə bu bağçanı rəngləyirəm ki, bura mənim itirilmiş evimdir. Balaca Əli pərinin sözlərinə heyran oldu. O başa düşdü ki, bu bağça sadəcə çiçəklərdən ibarət deyil. O 1000 illərin tarixini daşıyır. Su pərisi burada qalan sirri qoruyurdu. Balaca Əli pərinin sirrini kəndlilərə söyləmədi. Sadəcə bağçaya hər gün daha çox qayğı göstərməyə, çiçəkləri daha da qorumağa başladı. Onun bu qayğısı kəndlilərə də təsir etdi. Hər kəs bu bağçaya daha çox diqqət ayırır, orada vaxt keçirir, hətta çiçəklərə şeirlər oxuyurdular. Və zamanla bağça daha da gözəlləşdi. Bəlkə də gizli rəssam artıq yalnız bir pəri deyil, kəndin hər bir sakininin ürəyində yaşayan bir ruh idi, sevgi və gözəlliklə rənglənən bir ruh.